Şəki rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində məskunlaşan Əbdül Abdullayev ötən il özünə məşğulluq proqramı əsasında bir neçə xırda buynuzlu heyvan alıb. Lakin heyvanların hamısı yararsız olub. Hətta bir neçəsi də tələf olub. Vətəndaş deyir ki, hadisədən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Dövlət Məşğulluq Agentliyinə bununla bağlı etdiyi müraciət hələ də həllini tapmayıb. Space xəbərin qaynar xəttinə müraciət edən şikayətçi Əbdül Abdullayev deyir ki, Dövlət Məşğulluq Agentliyinə etdiyi müraciət əsasında ona bir neçə baş xırda buynuzlu heyvan verilib. Lakin verilən heyvanların hamısı xəstə olub. 21 baş heyvan verilmişdi. Onun deməli gətirdiyim gün, səhərsi gün heyvanlar xəstə idi, xəstələnmişdi. Yəni ikisi tələf oldu, 19-dan asılı qaldı. Şəki rayonu Məşğulluq İdarəsinin nümayəndələri də gəldi. Hətta Kənd Təsərrüfatı Nazirliyinin də həkim də göndərilmişdi. Gördü, həqiqətən də baxdılar ki, bu heyvanlar pis vəziyyətdə idi, xəstə idi. Bunların ikisi öldü. Qida Agentliyi və Baytarlıq onlar da gəldi. Həqiqətən də əlimdəki gördüyünüz sənədlər də təsdiq olunan sənədlərdir ki, həqiqətən də bu heyvanlar xəstə idi. Əbdül Abdullayev deyir ki, agentlik bu hadisədən sonra yenidən ona heyvan verib. Lakin həmin heyvanlardan da xəstə olduğundan imtina edib. Birinci dəfə bu heyvanı götürəndə biz nə qədər xərc çəkmişik. Hardasa 500 manata kimi xərc çəkmişik biz. Mən də bunu qorxumdan götürmədim ki, təzədən mən bu qədər bu heyvanları götürəndə xərc çəkmişəm. İkinci dəfə bu heyvanlara da xərc çəkirəm, götürmədim bu heyvanlarda. Əbdül Abdullayev ona yenidən sağlam heyvan verilməsini istəyir. Deyir ki, ailəmi dolandırmaq üçün başqa gəlir yerim yoxdur. Təsərrüfatı inkişaf eləməkdən ötürü almışıq. Bu heyvanı biz ona görə, biz sağlam heyvan istəyirik ki, biz xəstə heyvandan təsərrüfatı inkişaf eləmək olmaz. Biz də o sağlam heyvanı tələb edirik ki, biz alaq, saxlayaq, təsərrüfatımızı inkişaf eləyək, biz də bundan dolanaq. Əbdül Abdullayevin müraciəti ilə bağlı Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanladıq. Agentlikdən bildirildi ki, vətəndaşın həyat yoldaşı Tünzalə Abdullayeva heyvanların tələf olması ilə bağlı quruma müraciət edib və tələf olmuş heyvanların yenisi ilə əvəz edilməsi barədə qərar qəbul edilib. Heyvanlar dəyişdirilməsi üçün aidiyyatı üzrə geri götürülüb. Daha sonra vətəndaşa yenidən aktivlər təklif edilib. Lakin vətəndaş həmin heyvanlardan imtina edib. Əbdül Abdullayev heyvanların əvəzinə ona maliyyə dəstəyi verilməsini tələb edib və heyvanları özünün almaq istədiyini bildirib. İlkin Piranov, İdan Səfər, Space xəbər, Şəki.